Svito yeri satmış kişilər, kişiciklər dırdaq arası. Siz cəmaatın ağıl. Eşidirsiniz mən? Deməyəcəm, salam, əziz dostlar, əzizlərim, sürü sözlərinizi yığışdırın, daha bəs sürün. Mən bir ildir efirlərə çıxmıram. Səbəb də bilirsiniz niyə görə çıxmıram? Bu düşükfalara görə çıxmıram. Siz efirlər özünüzü qıraqdan görürsünüz, hə? Vahşi görürsünüz, siz nəyi reklam edirsiniz? Biz əvvəl efirə çıxmaqdan ötürü bir verişdə 3 aydan bir görünürdük. Ya təzə vaxtımızda efirə pul verərdik ki, biz efirə çıxaq, efirdə görünək. Mən də qısa giymişəm, demirəm ki, qısa giymişəm. Şortikdə giymişəm, belə də giymişəm, efirdə hamısı gözümüzün qabağında olur. Efirdə sinəm də açılıb, istəmədiyim hallarla rastlaşmışam, hamısı gözünün. Amma bu nə düşüf olub da, nə olub? Dünən TikTokda biri bambını mahnı oxuyun, görməmiş kimi çıxardırsınız efirlərə, nə olub? Aparıcılar, hamınız səviyyəsizsiniz. Razısınız? Hə? Heç birimizin savadı yoxdur. Hamımızın savadı yoxdur, hamımız. Bu kişilikdən hamı çıxır barmaq sürkəliyirlər. Gör bizə barmaq sürkəliyi cəmaata. Kağılı verənlər, dərs keç. Bu Azərbaycanda kişi yoxdur ki, çıxıb cəmaata ağıllı məsləhətlər verirsiniz. Siz kimsiniz? Sən olsa satmışsan Svitoy bu, yoxdur. Fahişə, kimə gəldi fahişə deyirsiniz? Fahişə qadına yaraşır da, qadının adına oturan. Dədədən, babadan fahişə sözü qadının üstüne oturur. Siz hamınız, ne edirsiniz? Efirdə gör kim bizə barmaq sirkəliyir, kim bizə tərbiyə göstərir, kim bizə qeyrət dərsi keçir, məsləhət keçir. Aparıcılar siz nə gündəsiz, kanallar nə gündəsiz, nə düşofqasız, çuşqasız, hamınız çuşqasız, nə günə qalmışsınız. Bir özünüzü qıraqdan görün, pavyona oxşayırsınız. Sizin əlinizdən bir ildir efirə çıxmıram.